Allah Teala deyir ki, mən öz bəndəmi torpaqdan yarattım və ona öz ruhumu üfürdüm. Kəlmə namı bilir. Və eyni zamanda bir kəlam da var ki, deyir, həm də mən qullarıma öz zənnimi ötürdüm. Zənn yəni ki, zehnimi ötürdüm. Çox maraqlı sözdür. Quran-ı Kərimdə bu fikir var. Və aydın olur ki, Yaqub Peyğəmbər belə bir kəlmə də işləyir. Bu deyir ki, həmişə qorxurmuş ki, birdən Yusuf Peyğəmbərə nəsə olar. Filminə baxmışsınız, değil mi filmə? Və həm də ata belə deyirmiş ki, hər ikisi Peyğəmbərlər, bilirsiniz. Yaqub Peyğəmbər deyirmiş ki, qorxuram ki, birdən uşağımın qurd yiyər xəbəri mənə çıxar. Həqiqətən deyil olur. Günləri bir günü oğlanları, qardaşlarını quyaqsa da gəlib atasına deyirlər ki, oğlumuzu qurd parçaladı. Və sonra Yusuf Peyğəmbər bilirsiniz ki, böyük bir ölkənin Misirin padişahı olur. Deməli, insan nə zənn edirsə, o baş verir. Söhbət Musalıqdan menecdə gedir. Ağlıma gələn başıma gələr. Nə düşünürəmsə o olur. Sizdə belə hal olurmu? Düşündüyün olur. Aha, deməli burada fiziksallıq, zihinsallıq, duyğusallıqdan başqa əsas faktor Tanrı ilə aranda, böyük Sputnik aranda nə qurmalısan? Enerji axını yaratmalısan.